Salam dostlar, hər vaxtınız xeyir olsun. Biz yenidən paylaşımlarımızı edirik. Bu günləri ayın 20-si, avqustun 20-si 2026-cı ildir. Bizdə burada bir dənə siqnal gəlib, biz siqnallarımızı yerləşdirdik, əməliyyatlarımızı verək. Gördüyünüz kimi əməliyyatları verdik. Uzun müddətli də dostlar bizim burada əməliyyatlarımız var, açıq əməliyyatlarımız var gördüyünüz kimi. Eee Burada sizə göstərim. 4261'də bir əməliyyatımız var. Burada gördüyünüz kimi uzun müddətlidir. Eee Nə vaxt bu əməliyyatı vermişik? Eee Burada gördüyünüz kimi avqustun 7-si bu əməliyyatı vermişik. Avqustun 7-si bu gün də 20-sidir. 13 gündür bu əməliyyatlarımızdan gəlir, gedir, gəlir. Gördüyünüz kimi və bir əməliyyatımız da burada var, açıq əməliyyatımız. Avqustun 19-u bu da dünənləri idi. Gördüyünüz kimi bu da dünənləri idi. 4350-də bax burada əməliyyatlarımızı vermişik. Açıq əməliyyatlardır və uzun müddətlidir hələ ki gəlirdədir və bu gün də siqnal verdik. Kiçik bir siqnal, kiçik bir əməliyyatla 0-dan %2-nə əməliyyatımızda siqnal vermişik. Siqnal gəldiyinə görə siqnal verdik. Take Profit'in birini heç olmasa bir yaxınlara qoyaq bir yerə. Take Profit'in birini bura qoyaq. Birini götürsə gəlsin, götürsün oradan. Demək belə dostlar, gəlirə gedir. 4 əməliyyat açmışıq hazırda. Əməliyyatlar da gəlir də gəlir. Görək axır sonu nə olacaq. Siqnala uyğun biz əməliyyat vermişik. Belə dostlar, hələ ki bugünkü qazancımız 4 dollar 18 sentdir. Hələ ki e, tutarlı bir siqnal vermədiyinə görə biz də əməliyyat açmamışıq. Uzun müddətliyə baxaq, uzun müddətlidə 4 saatlıqda bizdə trend xətti uzun müddətdə yuxarıdır. Gördüyünüz kimi yuxarıdır. Sellərə siqnal açmaq biraz təhlükəlidir və sellərə siqnal açsaq belə qısa müddətli açmalıyıq ki, bu yenidən gəlib bu trend xəttinə deyib yuxarı qayıda bilər. Belə dostlar, gördüyünüz kimi hələ ki xeyir deyil, hələ ki 1130 dollar xeyir deyil hələ ki. Bu açıq əməliyyatlardır bunlar. Və mən sizinlə paylaşmaq istəyirəm sizinlə custom period nə vaxt əməliyyata başlayır, nə vaxt yatırım etmişik. Gördüyünüz kimi nə vaxt yatırım etmişik və qazancımız nə qədərdir. Gördüyünüz kimi bax bura baxın. İyulun 9-u biz yatırım etmişik 1000 dollar, 10.000 dollar. Burada da hazırda gördüyünüz kimi gəlir. Take Profit'in birini götürəcək. Take Profit'in birini götürdü. Sözüm onda deyil. Sözüm ondadır ki, dostlar, gördüyünüz kimi iyulun 9-u biz 10.000 dollar yatırım etmişik. Və gördüyünüz kimi saysız hesabsız əməliyyatlar açmışıq. Bu günlərdə avqustun 20-sidir. Demək, iyulun 9-u əməliyyat açmışıq. Bu gün də avqustun 20-sidir gördüyünüz kimi. 40 gün ərzində bizdə burada 3719 dollar, 3720 dollar hardasa bizim xeyrimiz var. 3719 dollar xeyrimiz var. Və biz bu açıq əməliyyatın üstünə gəlsək, onun üstünə gəlsək, 1175 dollar da üstünə gəlsək onun hesabın özünüzdə
Yəni 4800, hardasa 4800 dollar biz 40 gün ərzində xeyirdəyik. 10 min dollardan yatırım etmişik yəni. Gördüyünüz kimi şəffaf şəkildə hamısını paylaşıram. Və gözünüzün qabağında bir əməliyyatımızın da baxın, baxın, baxın. Hani Take Profitlə birini bağladı. Today. Üstün buraya Today qoyaq. Bugünə 4 dollarla birini götürdü. Hal-hazırda Take Profit qoymuşdu. Hal-hazırda yenə də xeyirdə birini bağlayaq. Birini də bağladıq və bunları biz sığortalayırıq. Sığortalayırıq ki, sell stopları qoyuruq. Eee, baydan biraz yuxarı qoyuruq. Ən azından bu gəlsə, ən azından sizə göstərim mən dostlar. Ən azından bu buradan gəlsə belə gəlsə, sell stopla bağlayacaq və zərərə getməyəcək. Bu daha aşağı getdikdə biz zərərə getməyəcəyik. Yəni bağlalı şəkildə sell stoplarımızı qoymuşuq biz bura. Zərərsiz biz buradan çıxacağıq və xeyirlə çıxacağıq. Gördüyünüz kimi dostlar, belə hələ ki xeyirdəyik. Bugünkü qazancımız nə qədərdir? Bugünkü qazancımız 19 dollar 18 sentdir bugünkü qazancımız. Və açıq əməliyyatlar hələ ki davam edir. Uzun müddətli də bizim açıq əməliyyatlarımız var gördüyünüz kimi. Bir bay və ikinci, sıradan %2 ilə bay var, sıradan %5 ilə bay var və üzü yuxarı istiqamətimiz davam edir. Bu trend xətti qırılmadığı təqdirdə, bu trend xətti qırılmadığı təqdirdə biz sellərə əməliyyat açmırıq. Açsaq belə qısa müddətli sellər açırıq bura qədər. Yenə baxırıq əməliyyatımıza, ev yoxdur, qoy gəlsin aşağı, aşağı gəlsə belə sell stopla götürəcəyik və biz zərərə getməyəcəyik. Biz bunu burada qalxan rolu oynayır sell stop və bunu qoruyacaq və aşağı getməyəcək. Getdiyi təqdirdə zərər etməyəcək. Getsə belə biz zərər etməyəcəyik. Bu günləri baxırıq biz. Biz bir baxaq bu günləri. Xəbərlərə baxacağıq. Bu gün xəbərlər varmı? Bu gün avqustun 20-si. Xəbərlər var, bəli, xəbər 16:30-da Bakı vaxtı ilə xəbərlərimiz var. Eee, vacib xəbər də olmasa orta xəbərlərdir. Gördüyünüz kimi orta xəbərlərdir. 16:30-da 5-in yarısı. Biz onları da gözləyəcəyik. Bu vəziyyətdə yəni bizdə bazar hərəkətdə ola bilər. Demək dostlar, bu qədər. Sonra nə edəcəydim? Bax görürsüz, gəlir. Bizdə heç bir qorxu yoxdur. Nədən heç bir qorxu yoxdur? Çünki gəlib burdan sell stopa deysə belə, yəni burada görürsüz 1 dollar, 1 dollar 66 sent cüzi bir gəlirlə özü bağlayacaq. Gördüyünüz kimi dostlar, birini bağladı. Sell stop götürdü, yəni birini bağladı. Daha da aşağı getməsinə biz icazə vermədik onun. Aşağı getsə belə, yəni burada zərər etmir. Gördünüz dostlar, gördünüz. Getsə belə əməliyyat özü avtomatik bağlandı və cüzi bir gəlirlə bağladıq biz onu. 19 dollar 74 sent biz gəlirdəyik. Hal-hazırda gördüyünüz kimi 5-10 dəqiqəlik bir video çəkdim və 5-10 dəqiqəlik bir videoda gəlirlərimizi necə gəlir götürdük, necə bağladıq və uzun müddətdə necə var və sizə göstəririk burada. Gördüyünüz kimi. Siz də məlumat almaq istəyirsinizsə, Instagramda bioda bizim WhatsApp nömrəmiz var. Bizimlə əlaqə saxlaya bilərsiniz. Hələlik gələn görüşlərədək.